Salam, sabahınız xeyir olsun əziz tamaşaçılar. Günlərdən 8 oktyabrdır və biz artıq proqramımıza bu saniyədən etibarən start verdik. Bir daha sabahınız xeyir olsun, sabahın xeyir olsun. Bəli, sabahın xeyir olsun, sabahınız xeyir olsun. Bəli, bu səhərdə qarşınızdayıq. Həmişə olduğu kimi maraqlı, faydalı məlumatlarımız olacaq və verilişimizin ikinci bölümündə qonağımız olacaq. Qonağımız isə hələ ki qonağımızı demirik, amma biz bugün belə deyək, Qarabağ həqiqətlərindən danışacağıq və mən fürsətdən istifadə edib bir daha sizi salamlayıram və qeyd etmək istəyirəm ki, oktyabr ayının 8-dir. Bugünün əlamətdar hadisələrinə birlikdə nəzər yetirək. 1818-ci ildə dünyada ilk dəfə olaraq ingilislər boks əlcəyindən istifadə ediblər. Bu da tarixdə bax elə ingilislərin adı ilə bağlıdır ki, məsəl üçün keçmişdə bilirsən də, yəni idman növü olan boks açıq əllə keçirilirdi və hətta bu döyüşdə dünyasını dəyişənlər də olurdu. Amma ingilislər fikirləşdilər ki, biz bunu neyniyək? Gəlin boks əlcəyindən istifadə edək və məsələni biraz yüngülləşdirək. O baxımdan ingilislərin adı ilə bağlı ümumiyyətlə həmin o boks əlcəkləri ümumiyyətlə boksçular daha yaxşı bilənlər var. Mənim elə əlcəklərim var evdə. Bir müddət boksla məşğul olmuşam. İstəsən verərəm sənə. Yaxşı. Belə, məlumatımızla davam edirik. 1873-cü ilin oktyabrın 8-də Amerika Birləşmiş Ştatlarında ilk qadın həbsxanası açılıb. Daha sonra 1906-cı ildə əziz tamaşaçılar, Lev Tolstoy məşhur Nobel mükafatından imtina edib. Ümumiyyətlə, bundan kim imtina eləyərdi ki, ayətən? Amma Lev Tolstoy bundan imtina edib. Maraqlıdır. Sonra? 1917-ci ilin bu günündə Sovet Rusiyasında Leylinin təklifi ilə Aleksandra Kallantay dünyanın ilk qadın naziri elan edilmişdir. Bəli, çox maraqlıdır. 2011-ci ildə isə oktyabr ayının 8-də Azərbaycan boksçusu Məhəmməd Rəsul Məcidov 91 kiloqramdan yuxarı çəki dərəcəsində dünya çempionu olub. İndi də yarışır bildiyim qədər və bu Azərbaycan boks tarixində dünya çempionatlarında qazanılan ikinci qızıl medal olub və ilk dəfə bu nailiyyətə 2003-cü ildə isə Ağası Məmmədov imza atmışdı. Bəli, o tarixdə yadımdadır. Ağası Məmmədovun da qələbəsi çox sevinclə qarşılanmışdı. Ümumiyyətlə, Azərbaycan boksdan söz düşdüsə, ümumiyyətlə idmandan söz düşdüsə, Azərbaycanda bugün idman çox inkişaf edib, xüsusən də idmanın güləş növü və artıq özün də gördün, birinci Avropa oyunları zamanı güləşlərimiz neynədilər? Yəqin şahid oldum bax bunun da. Bəli, sujetimiz olacaq fillər haqqında. İqrar, filləri mən çox sevirəm. Fillər də oradan da fillər mənim dostumdur. Filmi həm də fillər sadiq heyvandılar. Onu bir çox filmlərdə... O filmə mən nə qədər baxsam, hər dəfə ağlayıram. Doğrudan maraqlıdır. Ümumiyyətlə, fillər haqqında nəyi bilmirik, əziz tamaşaçılar? İndi biləcəksiniz ətraflı. Sujet hazırlamışıq, fillər haqqındadır. Daha sonra isə biz qeyd elədiyimiz kimi qonağımızla söhbətimizə davam edəcəyik. Odur ki, əziz tamaşaçılar, baxaq görək biz fillər haqqında nə bilmirik, daha sonra da buradayıq. Fillər məməlilər sinfinin xortumlar dəstəsinə aid olan heyvan növüdür. Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalıb. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək. Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ piyi ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər. Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər. Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Fillər çayın qarşısını daşlı ağacla tutaraq dərinliyi 1,2 metr olan hovuzda isti günlərdə həvəslə çimirlər. Amerika fili bədəncə Asiya filindən böyükdür. Onun hündürlüyü 3,5 metr, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq cəld və səssiz yergir. Filin xortumu çox elastiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir.
Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə bir bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur. Bir neçə gündən sonra anasının dalınca gəzir. Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis şeylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur və bir o qədər də ölür. Alimlər bir müddət onların skeletinin harda yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya bataqlığa atır. Sabahınız bir daha xeyirli olsun əziz izləyicilər. Xeyirli sabahlar verilişi artıq öz axarı ilə davam edir. Qonağımız studiyadadır. İstərdim İqrar qonağımızı təqdim edəsən. Bəli, əziz tamaşaçılar, bir daha mən də sizi salamlayıram. Sabahınız xeyirli və uğurlu olsun deyirəm və Aytən biz bundan əvvəlki günlərdə bir çox mövzulara toxunmuşuq. Burada musiqidən danışmışıq, ədəbiyyatdan danışmışıq, teatrdan danışmışıq. Son vaxtlar daha çox kinodan danışdıq, amma Azərbaycanın bugün ən böyük problemlərindən biri olan yalnız bir problem var ki, o da Dağlıq Qarabağ problemidir. Ümumiyyətlə, bəzən biz və bizim izləyicilərimizin əksəriyyəti Qarabağ həqiqətləri haqqında bir çox şeyləri bilmirlər, amma o dövrdə bax, o hadisələrin canlı şahidləri var ki, şəxsən onların öz dilindən eşitmək daha yaxşı olardı və o insanlardan bugün birini dəvət etmişik bura, əziz tamaşaçılar. Tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçəni dəvət etmişik. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun Pərvin xanım. Qarabağ həqiqətlərindən danışırıq. Mövzumuz bax budur. Ümumiyyətlə Qarabağ hadisələrinin o dövrdə qeyd edirəm ki, canlı şahid olmusunuz. Bax elə oradan başlayaq. Əlbəttə ki, bilirəm biraz çətin olacaq. Yenidən onu göz önünə canlandırmaq, amma əlbəttə ki, siz bunu desəz daha yaxşı olar. Çox sağ olun. Əlbəttə Qarabağ problemi Azərbaycan tarixinin ən ağrılı, ən kəskin, gözlənilməz bir problem oldu. O dövrdə oldu ki, sözsüz ki, Sovetlər dövrü uğursuzluğa uğradı və bundan istifadə edərək sözsüz ki, çoxdan illərlə, hətta deyərdim ki, bəlkə də bir əsr öncə hazırlanmış bu problem, böyük Ermənistan iddiası gəlib bu problemə gətirdi, çıxartdı. Ancaq onların uğuru onda oldu ki, o öz planlarını yerinə yetirə bildilər, çünki özlərinə müttəfiqlər tapdılar, məhz Sovetlər dövrü dağılan dövrü. Ən dəhşəti odur ki, yəni Qarabağ problemi tək torpaqların işğalı deyil. Qarabağ problemi o deməkdir ki, adi vətəndaşlar, adi insanlar, uşaqlar, qadınlar, qocalar, hamı bu problemə cəlb olundu. Yəni dırnaqarası cəlb olundu. O barədə ki, bu problem onlardan yan keçmədi. Çətin ki, bir ailə tapılar indi Qarabağın özündə, eləcə də Azərbaycanın, bütün Azərbaycanda ki, onlardan Qarabağ problemi yan keçsin. Yəni ki, onlar şəhidlər verməsinlər, onlardan əlil olmasın, onlardan şikəst olmasın. Yəni, bunlar hamısı Qarabağ probleminin nəticəsidir. Mən çox bir alimlər tanıyıram ki, məsəl üçün Naxçıvandandır, ya başqa bir rayonlardan da Azərbaycanın və onlar da Qarabağ problemi başlayanda onlar dözməyib, özlərinə bir vətəndaş borcu bilib, atıldılar cəbhəyə və onlar şəhid olublar. Yəni ki, bu problem bütün Azərbaycana zərbə vurdu. Bunu demək istəyirəm ən vacibi. Mən də bir şahid olan kimi çox bir faciələr gördüm, çox bir faciələr. Heç adam bilmir ki, danışanda hansının üzərində dayansın. Məsəl üçün, mənim heç bir vaxt yadımdan çıxmır. Mənim bir şagirdim var idi, Kəmal Aydadı. Mən ona dərs deyirdim. Yəni, bizim onunla birgə şəkillərimiz də var. Ən faciəli bir tərzdə o xanım rəhmətə getdi. Özü ailəsindən qayıdarkən taksidə Şuşaya gəlirdilər onlar, Ağdamdan qayıdırlar Şuşaya. Yanında yoldaşı olub, özü hamilə olub xanım, yanında 4 yaşlı uşağı və qaynanəsi. Bunlar Şuşanın aşırmalarını keçərkən, bunlar faciəvi şəkildə partlanır və hamısı rəhmətə gedir. Bu mənim heç o yadımdan çıxmır. Belə hadisələr necə yaddan çıxır? Heç o yadımdan çıxmır, çünki həmişə mən o qız mənim yanımda bir şagirdim kimi qalır. Yəni ki, bir uşaq idi də. İndi yəni o 2-3 həyat birdən itirir, özü şəxsən. 2 uşağı, özü, yoldaşı, qaynanəsi. Dəhşət ondadır ki, onları tapanda yerli cəmaət, onlar görmüşlər ki, demək nənə çalışıb ki, nəvəni xilas etsin. Son zamanda da, son anlarında belə o oturacağının altında uşağı itələyib.
ki, ondan heç nə olmasın. Amma bunlar hamısı rəhmətə gediblər. Bu dəhşət bir faciədən biridir. O biri bir faciə, şəxsən mən özüm haqqında deyə bilərdim ki, bu hadisə məhz mənim talihimdən birbaşa keçir. Ona görə ki, mənim yadımdadır ki, mənim anam xəstə idi. Xəstəxanada idi Bakıda. Elə oldu ki, rəhmətə getdi. Rəhmətə gedəndə onun bir arzusu var idi ki, məni Şuşada dəfn edin. Çünki mənim anamın vətən adlı bir oğlu rəhmətə getmişdi. Onun adını, Allah önünüzə rəhmət eləsin, onun adını atam Şuşa rəmzi kimi vətən qoymuşdu. Ona görə mənim anam heç nə istəmədi. Elə bir onu demişdi rəhmətə gedəndə ki, bircə dənə arzum var, bir vəsiyyətim var. Məni düz vətənin yanında dəfn edin. Onun bu arzusunu biz yerdə qoymaq istəməmək niyyəti ilə o qanlı qadalı vaxt, demək, söhbət gedir 1991-ci il 20 yanvar, yəni 90-cı il 20 yanvar faciəsinin il dönümü, belə deyək. O vaxt biz istəyirik gedək Şuşaya, sözsüz ki, heç bir vasitə yoxdur, nəqliyyat vasitəsi, bir dənə nəqliyyat vasitəsi var, o da helikopterlərdir və salam. O da ki, yəni hər bir zaman olmur, ancaq demək, tibbi helikopter ola bilir. Bu da gəlib bunu təşkil eləsən bu dövrdə və s. Elə oldu ki, təsadüfdən bu dövr bizə imkan yarandı ki, biz anamın cəsədini ora götürək. O da ona görə ki, demək, Şuşa ətrafında gedən döyüşlərə görə çox bir bizim əskərlərimiz, onlar yaralanırlar və Ağdam xəstəxanasına gətirilirlər və bunlara qan lazım olur. Onlar xəbər verirlər ki, Bakıdan onlara qan göndərilsin. Bu səbəbdən bizə də imkan yaranır ki, biz anamın cəsədini götürək, Şuşaya aparaq. Ancaq Ağdama biz artıq yetişəndə demək, bizə xəbər etdilər ki, əgər bir Şuşanın üzəri duman olsa, yəni yanvardır, Şuşa həmişə dumanlı, qarlı, soyuq bir yerdə yerləşir. Dedilər, əgər duman olsa, biz Şuşaya enməyəcəyik, qayıdacaq təzədən Ağdama. Bu da dəhşət bir perspektiv olardı, çünki biz hara gedərdik öz evimiz Şuşada olarkən. Belə ki, biz xoşbəxtlikdən Şuşanın göy üzü aydın oldu və biz gəldik, çatdıq Şuşaya. Şuşada da qar, sular donub, dəhşət bir mənzərə. Mən gələndə öz o gözəl, dilbər, gülşə olan Şuşamı tanımadım. Çünki artıq çox bir yerləri uçmuşdu, yerlə yeksən olmuşdu. Çox bir az insanlar görünə bilirdi. Çünki hamı qorxurdu, mütəmadi olaraq həmişə Şuşaya zərbələr yendirilirdi, demək, alazanla, raketlə və insanlar onlar zirzəmilərdə faktiki olaraq öz vaxtlarını keçirdirlər ki, qorunurdular. Ona görə çox dəhşət oldu. Biz bir insan tapırdıq ki, kömək olsun ki, biz məsəl üçün anamın cəsədini götürək evə və s. Sonra yerli cəmaət kömək elədi. Biz bir neçə gün biz bu adətən ənənə biz mərasim saxladıq. Amma təsəvvür edin ki, fikirləşəndə adam fikirləşir ki, bu ancaq filmlərdə ola bilər. Çünki məsəl üçün gəliblər xanımlar, hamı bizim dərdimizə şərik olurlar. Elə bu anda alazan atılır, ya bir raket atılır, hamı durub qaçır zirzəmiyə və s. Yəni belə bir hadisələrin mən şahidi oldum. Ya da ki, o zirzəmidən çıxarkən görürsən ki, qonşunun evi var idi, artıq yoxdur. Ya eşidirsən ki, qonşu tanıyırdıq hamı, istəmirəm adlarını çəkəm, yəni. O deyir ki, hə, bəs onun rəhmətə getdi. Elə yolda keçərkən ya balkonda olarkən. Bax, belə bir hadisələr. Məsəl üçün, bu barədə mən həmişə fikirləşirəm ki, çox bir uşaqlar var, şagirdlər olublar o dövrdə. Onlar məktəbə getmək niyyətində olurlar. Gəlirlər məktəbə, yolda bunları, məsəl üçün, bu hadisələr bunları tutur, məktəbdən qayıdarkən. Yəni, hamı bu dövrdə dəhşət bir hadisələrin şahidi oldu. Amma o hadisələrin üstündən xeyli müddət keçməyinə baxmayaraq, danışarkən o hissləri yenidən yaşayırsınız. Söz, əlbəttə. Pərim xanım, doğrudan da siz danışdıqca insanın gözünün qarşısında qəribə bir səhnə canlanır və təsəvvür etsək ki, biz o dövrdə doğulan uşağın indi 23-24 yaşı var, yəni artıq bir universiteti bitirmiş bir oğlan və yaxud da qızdır və yaxud da o dövrdə hansı bir uşaq ilə hansısa bir ailənin başçısıdır. Yəni, bax, bu şeylər insanı doğrudan da heyrətləndirir. Və mən bir şey də soruşmaq istəyirəm ki, bax, hansı ki, o uşaqlar bəlkə də o vaxtı heç nə başa düşə bilmirdilər. Elə uşaq vardı ki, hadisələri ayırd eləyə bilmirdi ki, niyə baş verir, kim törədir. Bax, o uşaqlara bugün siz nəyi başa sala bilirsiniz, nəyi başa salmaq lazımdır? Bax, bunu istəyirəm siz bildirəsiniz. Siz elə bir maraqlı məqama toxunursunuz ki, yəni o mənim ən ağrılı yerimdir və mənim üçün bir tədqiqatçı alim kimi gündəmdə olan bir məsələdir. Bilirsiniz, yəni belə bir
tədqiqatçı kimi baxanda bu problemə çıxır ki, təbəqələr var da, yəni uşaqlar, gənclər, orta nəsil, yaşlı nəsil və daha çox yaşlı nəsil. Bunlar hamısı şahidlər olub bu hadisələrin. Elə məhz bu məqamdan mən bu mövzuya tədqiq edərkən bu cür yanaşıram. Məsəl üçün uşaqlardan soruşuram onlardan. Yəni bir tədqiqatım da var ki, uşaqlar və müharibə, Qarabağ uşaqları və müharibə. Onlardan mən sual verəndə hansından soruşmuşam, nə qədər adamla mən müsahibə almışam. Onlar həmişə deyirlər ki, mən Qarabağlıyam. Baxmayaraq ki, lap erkən vaxtından köçüblər bura. Mən Qarabağlıyam, mən Şuşalıyam, mən Ağdamlıyam, mən Xocalıdanam. Bu sözləri deyirlər. Yəni onlar danışanda da onlar bu hadisədən deyir ki, mənim atam belə deyirdi, anam belə deyirdi, ya babam belə deyirdi. Yəni ki, o məlumat onların valideynləri tərəfindən ötürülür bu uşaqlara. Yəni onların baxışı o cürdür ki, onlar o hadisələr uşaqlı olduqlarına görə yadlarında qalmayıb da, ancaq valideynlərin danışdıqlarını danışırlar. O da onların xatirələrinə həkk olub bu tərzdə. Yəni ki, onların öz ata-baba yurdudur. Hesab edirlər belə. Pərvin xanım, tədqiqatdan söhbət düşmüşkən məcburi qaçqınlar və köçkünlər barəsində tədqiqatlar aparırsınız. Bu barədə biraz məlumat verərdiniz. Çox sağ olun. Elə bununla bağlı demək istəyirdim. Maraqlıdır ki, mən özüm tarix üzrə neft ekspertiyəm. Yəni Nobellərin irsini tədqiq edirəm. Başqa maraqlı mövzularla məşğul idim tarixdə. Elə oldu ki, mən 2008-ci ildə Amerikada demək tədqiqatlar aparırdım. Fulbright proqramının üzrə mən bir təqaüd udum. Demək və bu Amerika Dövlət Departamentinin demək təqaüd proqramıdır. Mən orada olarkən təsəvvür edin ki, mən ora getmişəm, mənim mövzum tam başqa idi. Yəni Azərbaycan-Amerika neft sənayesinin tarixi və tarixi müqayisəli şəkildə bunun tədqiqi. Başqa mövzuda. Mən bu üzrə işləyərkən təsəvvür edin ki, çox bir maraqlı psixoloji durum alındı məndə. Bir günləri mən fikirləşdim ki, mən özüm bir balaca şəhər olan Şuşadanam. Balaca bir gözəl şəhər. Mən indi Amerikadayam, o cür nəhəng bir ölkədə. Tam başqa bir mövzu ilə gəlmişəm. Ancaq elə yarandı ki, mən fikirləşirdim, o qədər bir dərin nostalji yarandı. Mən fikirləşdim ki, yox, mən axı Şuşadanam da. Yəni bu çox bir maraqlı bir. Mən istər-istəməz o qədər xatirələr keçdi fikrimdən, qəlbimdən. O qədər maraqlı, gözəl, istər-istəməz adam gülümsüyürdü. O gənclik, uşaqlıq xatirələri və s. Bir də fikirləşdim ki, mənim kimi görün nə qədər Qarabağlılar var ki, onlar bu xatirələrində yaşadılar. Onların fikirlərinə həkk olub, onların ürəklərində, onların qəlblərində. Elə o zaman mən bu fikrə gəldim ki, mən hökmən gərək bir tədqiqat aparam, məcburi köçkün və qaçqınların kollektiv yaddaşı. Bu çox maraqlıdır. Demək, tək yox, insanlar hamısını cəm götürəndə, bunlar ki, Qarabağdan idilər, bu hadisələrin canlı, bunlar şəhid olduqlarından, yəni bunların xatirələrində tək o müharibə hadisələri yox, hətta ondan öncəki dövrdə yadda qalıbdır. Ancaq mənə maraqlı idi ki, görüm ki, bu kollektiv yaddaşda insanlar nəyi xatırlayır, nə fikirləşirlər və Qarabağ münaqişəsinin və müharibəsinin əsas səbəblərini nədən görürlər və nə üçün bu problemi həyata keçirə bildilər bizim düşmənlərimiz və eyni zamanda da bunlar bu hadisələrin, bu münaqişənin həllini nədə görürlər. Ona görə mən bir məlumat bankı yaratdım, yəni suallar qoydum, anketlər yaratdım və payladım siz qeyd etdiyiniz kimi təbəqələrlə. Yəni şagirdlərə, gənc nəsilə, orta nəsilə və s. Və məktəbə gəldim, məsəl üçün Şuşa bir nömrəli məktəbə gəldim, orada uşaqlara payladım, eyni zamanda müəllimlərə. Bəs o suallarda da hökmən var ki, özünüzü haral hesab edirsiniz. Bir dənə uşaq tapılmadı ki, desin ki, mən Bakılıyam. Baxmayaraq ki, Bakıdan adan olub. Məsəl uşağın 10 yaşı var, Bakıdan adan olubdu, Qarabağı görməyibdi. Amma yazır ki, Şuşalıyam, Qarabağdanam, Qarabağlıyam. Yəni, heç biri onu özün Bakılı hesab etmir. Çox maraqlıdır. Çox maraqlıdır ki, yəni insanın o ata-baba yurduna bağlılığı, bizim bir Azərbaycan ailəsində olan adət-ənənə ki, onlar öz təcrübələrin, öz ailədə olan ailə tarixçəsini ki, gənc nəslə ötürürlər. Bu çox maraqlıdır və o qədər güclü bir ənənədir ki, uşaqlar bunu tam dərk edirlər ki, onlar Qarabağlıdırlar. Bu bir tərəfi. O bir tərəf odur ki,
Mənə çox maraqlı bir sual, mənə çox maraqlı idi bir tədqiqatçı ki, görəsən bu uşaqlar neçə yaşında, hansı yaşında başa düşüblər ki, onlar Qarabağlıdırlar? Ya neçə yaşında onlar başa düşüblər ki, belə bir münaqişə olubdu, belə bir Qarabağ problemi olubdu? Bu mənə çox düşündürürdü. Mən o sualları qoymuşdum ki, neçə yaşında siz bu haqda bilmişsiniz? Ən erkən bilən uşağın 3-5 yaşı var idi. Yəni onlar onu qeyd edirlər. Mənə maraqlı idi. Necə oldu siz bildiniz? Hansı mənbədən? Filmlənmi, qonşudanmı, dostlarınızdanmı, valideynlərdənmi? Əlbəttə, təxminən 80% şagirdlər öncə ailədən bundan xəbər tuturlar. Bu da ondan irəli gəlir ki, yəni uşaq gözünü açarkən görür ki, məsəl üçün evdə, divarda şəhidin şəkli var, məsəl üçün. Yəni bir əlilin şəkli var. Eyni zamanda ailə albomları var ki, baxırlar buna, görürlər. Yəni ilk elə o ailədən, o mənbədən o məlumatı alır. Və bu çox maraqlı idi. Eyni zamanda da mən onlara bir sual da qoymuşdum ki, sizcə Qarabağ münaqişəsinin həlli nədə görürsünüz? Hərbi yolla ya danışıqları davam etməklə? Onlar cavan olduqlarından daha çox hərbi yola fikir verirlər. Oğlanlar əsasən, yəni onların o təbiəti daha çox belə milli ruhda olduqlarına görə onlar bunun həllini məsəl üçün müharibədə görürdülər. Və başqa bir sual da maraqlı idi ki, onlar məsəl üçün əgər problem həll olsa, onlar yenidən erməni uşaqlarla bir yerdə oyun oynaya bilərlərmi və s. Əksəri deyir yox. Ona görə yox ki, onlar istəmir ki, o onunla bir uşaq kimi oynasın. İstəyər ki, uşaq kimi bir kollektiv oyun oynasın. Ancaq o qədər onların yaddaşında bu hadisələr həkk olunub ki, o qədər dərin iz buraxıb ki, o qədər qara faciələr bu tarixləri yazıb onların yaddaşına, onlar deyirlər ki, yox. Yəni, bu bir tərəfidir. Yaşlı nəslə də mən bu sualları paylamışdım. Veteranlara, əlillərə, onlara paylamışdım bu sualları. Hamısının tam fərqli mövqeləri var, amma hamısını birləşdirən bir şeydir ki, bu Qarabağ problemi onların kollektiv yaddaşında həkk olub. Yəni, kollektiv yaddaş deyərkən bir çox tədqiqatçılar onu adicə yaddaşla qarışdırır. Əslində, sizin də bir vətəndaş kimi yaddaşınızdadır bu Qarabağ problemi. Ya başqa bir təbəqədə olan insanlar, hamı Qarabağ problemi bilir, filmdən görüblər, xəbərlərdən eşidiblər, internetdən götürmək olur və s. Amma biz Qarabağlılar bu hadisələri görərkən, biz birbaşa canlı onun şahidi olmuşuq, biz oradaydıq. Yəni, mən o gördüyüm o hadisəni, o məsəl üçün Daşaltı yaxınlığında helikopterin ermənilər tərəfindən vurulması, insanların məhv olması. Yəni, onu biz görmüşük, biz bilmişik. Ona görə bu bizim kollektiv yaddaşdır. Amma ümumiyyətlə bütün Azərbaycanın, elə də dünya ölkələrinin yaddaşında var ki, belə bir hadisə olubdur. Ona görə mənə ən maraqlıdır ki, biz birbaşa bunu gördüyümüzə görə, biz birbaşa bu bizim talimimizdən keçdiyinə görə, biz bu məsələni, bu hadisələr daha çox dərin analiz edə bilirik. Daha çox dərin bunu görə bilirik və öz Qarabağ tarixinin və Qarabağ münaqişəsinin tarixçəsi yazılarkən biz daha çox töhfə verə bilərik. Buna görə bütün bu məcburi köçkün və qaçqınlar hansılarla ki mən müsahibə aparıram, onlar mənim üçün tarixi mənbədirlər. Amma ilk mənbədir. Yəni, əgər o deyibsə, mən sizə ötürürəmsə, sizin ikinci informasiyanız olur, ikinci mənbə olur. Amma mən onlarla danışarkən, əsasən də bu Qarabağ əlillərindən, veteranlarından, onlar ki, birbaşa bu hadisələrdə iştirak ediblər. Onlar birbaşa ilkin və dəqiq, səlis mənbədirlər mənim üçün. Ona görə onlar, məsəl üçün, bu təbəqədə çox maraqlıdır. Mən onlarla danışarkən çox çətindir. Ona görə ki, mən acıyıram onların halına. Ona görə ki, görürsən ki, bunlar cavan bir insandırlar indi. Çox olsun onların 45 yaşları, 46, 47, cavandılar. Ən cavan vaxt elə, 18-20 yaşında bunlar atılırlar bu cəhbəyə. Heç nə fikirləşmədən, düşünmədən, çoxlarının heç təcrübəsi belə olmadan. Onlar bu cəhbəyə atılırlar, özlərinə bir vətəndaş borcu bilərək özlərinin. İndi baxırsan ki, bu insanlar bir tərəfdən əlildirlər. Bu, bunların bir ağır bir durumları, ailə durumu, bir sosial durumu əlildir. O biri tərəfdən baxırsan ki, bu insanların
onlar aldığı o zərbələrdən, Psixoloji zərbələr. psixoloji, elə onu danışmaq istəyirəm. Psixoloji zərbədən və daha çox əziyyət çəkirlər. O qədər əziyyət çəkirlər. Mən çoxlarıyla danışmışam. Elə biri olmayıb ki, deməsin ki, mən yuxuda səksənirəm, ayılıram. Ona görə ki, müharibəni görürdüm. Ona görə ki, mən əsir düşmüşdüm. Yəni bunu hər birisi deyir. Bu çətindir. Təsəllüsüz adam bir hadisə yaşayır, 5 gün, 10 gün təəssürat altında qalır, yaddan çıxır. Amma bunlar ki, orada illərlə oldular. Sonradan ki, çox bir çətin maddi durumlar oldu. İndi də ki, bu onun birbaşa əziyyətini çəkirlər. Əlil olduqlarına görə və psixoloji ki, onların yadlarına qalır, o ki, onların yadlarından silinmir. Eyni zamanda bu hadisələr həll olunmadığına görə. Elə bir əlil ya veteran mən görmədim ki, onlar deməsin ki, Qarabağ problemi həll olunmalıdır və həll olunsa mən gedəcəm müharibəyə, mən atılacam yenədən ora. Məsəl üçün, mən birdən soruşuram ki, axı sizin yaşınız ötür ya belə. Onlar deyirlər ki, yox, bizim təcrübəmiz var və biz özümüzə borc bilirik ki, bizim vuruşumuz yarımçıq qalıbdır. Bizim müharibəmiz yarımçıq qaldı. Elə bir veteranlar da var ki, mən danışırdım, onlar bəzən xəcalət çəkirlər. Deyir ki, biz neynədik ki, biz nə əldə etdik ki? Biz vuruşduq, biz əlil olduq, biz əziyyət çəkdik, dostlarımızı itirdik, çox torpaqlarımız getdi. Ancaq biz nə əldə etdik? Onlar bu haldan çox məyusdular. Yəni, psixoloji, bu da bunlara çox pis təsir edir ki, çox əziyyət çəkdilər, qurbanlar verildilər. Məsəl üçün, ayaq itirilib, əli itirilib və s. Amma nəticəsində bu problem həll olmadı. Nəticəsində bu problem elə-belə qalıbdı. Yəni, buna bir dəqiq qiymət verilmədi. Ya, axıra qədər bunların müharibəsi qələbə ilə çalınmadı. Ona görə onların vəziyyəti çox çətindir bunlar. Sonra başqa bir təbəqə olan bu uşaqlara yenə qayıdım. Uşaqların problemləri də ondan ibarətdir ki, onlar da çox, o dövrün uşaqları ki, o vaxt uşaq idilər, görüblər. Məsəl üçün, onlardan bir neçəsinə soruşam, o deyir ki, biz məktəbə gedirdik, görürdük güllə atırlar. Qaça-qaça gedirdik məktəbə, dərs olurdu, görürdük ki, pəncərələr töküldü, atılan zərbələrdən. Müəllim dedi ki, gedin evə. O anı fikirləşirəm bir ana kimi ki, məsəl üçün, mənim övladıma alazan atılır, raket atılır, müharibədir və mənim övladım yol gedir evə. Siz təsəvvürlüsünüz bu uşağın vəziyyəti nə olurdu? Deyir ki, məsəl üçün, qaça-qaça getdim, orada gizləndim, burada durdum. Yəni, bunlar da bunların yadlarından çıxmır. Bunların yadlarına həkk olunubdur və heç ömürlük də heç vaxt o yaddan çıxmayacaq. Bunlar bir tərəfi. O bir tərəfi odur ki, uşaqlar olub ki, orada şəhid olublar. Yəni, onların da, məsəl üçün, bacısı, ya qardaşı, ya qonşuları, ya dostları, bu da bunların yadından çıxmır. O deyir ki, mənim yadımdadır ki, mənim bir dostum var idi, mən onu neçə vaxt unutdum. İndi qalsaydı 25 yaş olardı, məsəl üçün. Yəni, bunların da keçirdikləri bu hisslər, gördükləri bu hadisələr, bunların da yaddaşına həkk olub, onlara çox pis təsir edib. Başqa bir yaşlı dövrlərdən, yaşlı şəhidlərdən danışsaq, onlar da eyni xatirələri yaşayarkən, onlar hökmən ağlayırlar. Çünki onlar daha çox bağlıdırlar o ata-baba yurduna da. Yəni ki, onlar yaşlı vaxtında köçüblər də, köçkün düşüblər ya qaçqın düşüblər. Bunların da vəziyyəti çox çətindir. O qədər istəyirlər ki, onlar qayıtsınlar. Baxmayaraq ki, burada bütün şərait yaradılıbdır. Bilirik ki, dövlət proqramı var. Mən onlardan gedib müsahibə aparanda, məsəl üçün, əvvəllər əgər yataqxanalarda, darısqal bir yerdə yaşayırdılarsa, indi görürsən ki, o qədər gözəl şərait yaradılıb, hər bir şəraitləri var. Maddi durumları da düzəlib belə. Amma hansından danışırsan, hamısı... Ən azı vətən həsrəti. Hamısı deyir ki, gözəl evdir, amma öz ata evimi istəyirəm, öz ata-baba yurdumu istəyirəm. Baxmayaraq ki, ata-baba yurdu artıq qalmayıbdır, yerlə yeksən olubdur. Yoxdur ev. O cümlədən, məsəl üçün, şəxsən bizim ev bilirəm ki, yoxdur. Amma yenə də hamı istəyir, qayıtsın öz ata-baba yurduna. Hamı deyir ki, yox, mən Şuşaya qayıtacam. Ən maraqlı odur ki, mən müşahidə etdim. Demək, məcburi köçkün və qaçqınlar gələndə Bakıya ya bütün Azərbaycan rayonlarına səfərləniblər. Sözsüz ki, orada qəbirstanlıq yox idi ki, məsəl üçün, bu Qarabağlılar üçün haradakı dəfn olanı bilərlər. Yəni, bu həyatın gedişatıdır. Sözsüz ki, belə bir məqam gəlir, yetişir ki, insan dünyadan köçür. Bu problem həll oldu.
demək o dövrdə Şuşa İcra Hakimiyyəti tərəfindən həll olunubdu. Gedirsən qəbirstanlığa, Pirşağada, baxırsan ki, hamısının üstündə yazılıb Şuşalı, Ağdamlı, ya Şuşa həsrətindən mən bu dünyadan köçdüm. Yəni axır zamana qədər onlar, axır həyatlarında ana qədər, məqama qədər onlar bu həsrəti yaşayırlar. Hansısa bir cüzi bir köməklik kimi, məsəl üçün onların öz qohumları, yaxınları onların qəbirdaşı üstünə, məsəl üçün onların anadan olduğu yeri yazır və deyir ki, Şuşa həsrətindən dünyadan köçdü, Ağdam həsrətindən, Xocalı həsrətindən. Yəni təsəvvür edin ki, bu kollektiv, mən dediyim, tədqiqat apardığım bu kollektiv deyəndə mən, bütün bu Qarabağlılar, görün bunlar nə qədər ağır psixoloji durumda yaşayırlar. Baxmayaraq ki, yenə də deyirəm, yaşayırlar, məsəl üçün, gözəl rayonlarda, yaşayırlar paytaxtda, bütün onların şəraitləri var. Amma yenə də o vətən həsrəti, o psixoloji, onların durumları, onları yenə də vətən çağırır. Mən bunu deyərdim. Doğrudur, Pərvin xanım, çox gözəl buyurdunuz və siz danışdıqca çox qəribə bir hisslər keçirdim. Çünki 22-23 il bundan əvvəl, onda mən hələ orta məktəbdə oxuyurdum. Təqribən 6-cı sinifdə, 5-ci sinifdə oxuyurdum, ərəfələr idi. Baxmayaraq ki, mən Göyçayda doğulmuşdum və mən orada orta məktəbdə oxuyurdum, Göyçayın Cərgə kəndində və hətta o dövrdə 91, 92 və 93-cü illərdə yadıma gəlir ki, hər gün qonşuluqdan bir uşağı çağırırlar hərbi xidmətə və o Qarabağa yollanırdı və onun anası, atası və qəribə bir hisslər keçirirdi ki, gedir, bilmirəm, qayıdacaq yoxsa qayıtmayacaq və hətta elə olurdu ki, qayıtmırdı və ölüm xəbəri gəlirdi. Təqribən o kənd, həmin o Çərkə kəndi, mənim doğulduğum kənd 12-13 şəhid verib. Yəni çox döyüşkən oğlanları olub. Adlarını çəkmək istəmirəm. Yəqin ki, baxırlar, bilirlər ki, orada çox igid oğlanlar olub ki, bizim kənddə də bax orada döyüşüblər. Və o ərəfədə mənim yenə də yadıma gəlir ki, 2-3 Ural maşınında, çox böyük bir maşında əskər gətirdilər bizim kəndə ki, hansı ki, onlar yarısı yaralı idi, yarısı xəstələnmişdi və onlara bir tibbi yardım kimi nəzərə alsaq ki, bizim kənd biraz Ucar rayonuna yaxın idi və oradan da biraz o bölgəyə gedib gəlmək asan idi və təşkil eləmişdilər, bax ora bir hardasa bir 50-dən çox əskər gəlmişdi və hardasa bax siz danışdıqca o lent kimi mənim gözümün qarşısından keçdi ki, o əskərlər hətta bizim başımızı sığallayırdılar. Qarabağ bizimdir və biz də onlara nəsə eləmək istəyirdik ki, biz də nəsə eləyək uşaq olaraq. Ya bax bu kadrlar artıq mənim gözümün qarşısında canlandı. Bu qəribə bir hisslər keçirdim. Sən də beyninlə. Hə, yəni həkk olub əlbəttə o baxmayaraq ki, oranı görməmişdik, amma bir uşaqlığımız bax o dönəmə təsadüf etdi deyə, orta məktəb dönəminə təsadüf etdi deyə, onlar hamısı mənim yaddaşıma həkk olub və mənə elə gəlir ki, heç vaxt bu silinməyəcək. Bax siz bayaq danışdınız Amerikada olduğunuz müddətdə ən şəxsən mənim üçün maraqlıdır ki, nəinki Amerikada, nəinki Avropada, ümumiyyətlə Azərbaycan çox uzaqlarda bu necə təbliğ olunur, Qarabağ həqiqətləri, torpaqların 20%-nin işğal altında olması necə çatdırılır, broşurlarla, plaketlərlə və yaxud da şifahi formada, yəni bax məsəl üçün siz getmişsiniz Amerikada, bax çox maraqlı oldu ki, bir Şuşalı kimi bax o dərdi, o yaranı siz oralara necə göstərə bildiniz? Çox sağ olun. Sözsüz ki, şəxsən mən fikirləşirəm ki, hər bir vətəndaşın borcudur. Nəyə gücü çatır? Harada, hansı sayədə gücü çatırsa, Qarabağ probleminin həllinə hökmən bir öz töhfəsini verməlidir. Məsəl üçün, siz elə düz qeyd etdiniz. Mən Amerikada olarkən, yenə də qeyd edirəm ki, mən yəni bir neft eksperti kimi, neft tarixi üzrə ekspert kimi getmişdim və orada konferanslar olurdu. Ora əvvəlcə mən demək 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakı neft bumunun tarixi ilə bağlı bir prezentasiya etdim. O biri konferanslarda olarkən mən orada görürdüm ki, mən deyəndə ki, məsəl üçün mən Azərbaycandanam, belə heç elə də tanımırlar, 2008-dən söhbət gedir. Amma Ermənistanı tanıyırlar, deyirlər, harada yerləşir Azərbaycan? Məsəl üçün mən deyirdim, onun coğrafi nöqtə koordinatın, Ermənistan adını çəkmirdim, Türkiyəni deyirdim, İranı, Rusiyanı. Onlar da, mən bildim, siz Ermənistanla qonşusunuz. Yəni, o qədər onu tanıyırlar. Bu da ondan irəli gəlir ki, biz bilirik ki, xüsusən Amerikada erməni lobbisi çox güclü işləyir. Onlar çoxdan işləyirlər, yəni çoxdan oraya köç ediblər. Onlar o qədər geniş propaganda aparıblar, o qədər geniş. Ona görə onları daha çox tanıyırlar. Dəhşət onda idi ki, bunlar hələ yəni onsuz da vicdanları yoxdur. Yəni onların olmayan vicdanları da yol verib ki, onlar bu Qarabağ problemini, Qarabağ müharibəsini tam əks şəkildə təqdim etsinlər. Ona görə onlar elə belə təqdim ediblər ki, bunların milli
onların milli hərəkətidir. Bunlar müstəqil olmaq istəyirlər. Bunlar Azərbaycanda yaşayanda maddi durumları pis olubdur. Və buna görə bu münaqişə bundan qaynaqlanıb. Yəni əsl həqiqət gizlənilir. Bu da mənə çox pis təsir etdi. Bir tarixçi kimi, Şuşadan olan bir vətəndaş kimi, bir Azərbaycanlı kimi və mən özümə məqsəd qoydum ki, mən bunların heç olmasa hansısa bir ştatdan, bir konfransda bunların təbliğatına qarşı başqa bir həqiqəti ortaya qoysam, istər-istəməz fikir ayrılığı yaranacaq. Bu da vacib idi çox. Ona görə məsəl üçün çox tədbirlər etdim, amma ən vacibini deyim. Məsəl üçün mən Kaliforniyadaydım 2-ci ili. Kaliforniyada San Jose şəhərində bir demək sülh və ədalət mərkəzi var. Bu o qədər bir mötəbər, nüfuzlu bir qurumdur. Hətta onlar məsəl üçün prezident hansısa bir səhv siyasət aparanda, Amerika prezidenti, onu da burada müzakirə edirlər. Mən gəldim həmən o quruma və dedim ki, mən Azərbaycandanam və problemi onlara aydınlaşdırdım. Dedim ki, burada səhv təbliğ olunur. Bir halda ki, bunlar sülh və ədalət tərəfdarıdır. Demək, onlar mənim ədalətli tələbimə onlar dəstək oldular. Və mən dedim ki, mən istəyərdim bir prezentasiya edim burada ki, insanlar əsl həqiqəti bilsinlər. Onlar mənə şərait yaratdılar. Mən gəldim orada, mənim leksiyam qoyuldu, prezentasiya etdim və çox bir maraqlı bir məqamlar oldu. İndi yadıma düşəndə çox sevinirəm, eyni zamanda da qürur hissi keçirdirəm. Biz gedəndə ora, oğlumla getmişdim, oğlumun 10 yaşı var idi, adı da Vətəndir. Yenə də Şuşa rəmzi kimi adını Vətən qoymuşum. Hətta qardaşınızın adı? Bəli, qardaşımın adını bir Şuşa rəmzi kimi oğlumun adını qoymuşam. 10 yaşı var idi. Mən də gedəndə burada demək sərgi var idi. Sərgidə Leyla xanım Əliyevanın böyük bir qüşəsi var idi. O qüşədə demək Xocalıya ədalət kampaniyası orada geniş yer almışdı. Orada köynəklər var idi, Xocalıya ədalət və arxasında da onun internet saytına imza atmaq imkanları, adresi. Orada disklər var idi, gözəl nişanlar var idi. Mən onları götürdüm özümdən Amerikaya gedəndə. Çünki həmişə gedəndə özümlə belə material götürürdüm. Götürdüm onu, özümdən götürmüşdüm orada. Orada fikirləşdim ki, nə gözəl olar ki, mən bu köynəyi geyinim və oğluma da geyindirim, biz bu köynəkdə çıxış etmək üçün. Sonra gördüm ki, biraz alim kimi çıxış etmək bu köynəkdə elə də uyğun gəlmir. Köynəyi geyindirdim oğluma. Xocalı ədalət tələb edir, arxasında da adresi. Özü də ingilis dilində oxuduğuna ingilis dilini çox gözəl bilir. Biz gəldik ora, materialları da özümdən götürdüm, nişanları, bukletləri, nə var. Eyni zamanda da demək Xarici İşlər Nazirliyi, Azərbaycan Diplomatiya Akademiya ilə birgə bunlar böyük bir kitab hazırlamışlar. O kitabın da içində demək diski var idi. O kitabda demək Qarabağ abidələrinə qarşı müharibə. Bunda paylanıbdır bizdə səfirliklərə, diaspora bunu təbliğ edir və s. O kitabı da özümdən götürdüm, o diski də. 28 dəqiqə gedir o disk, Qarabağ abidələrinə qarşı müharibə. Demək, orada göstərilir ki, necə gözəldir Qarabağın abidələri, necə gözəl bir qüşədir, xüsusən Şuşadan söhbət gedir. Sonra da müharibə başlayır və o abidələr hansı günə, nə günə düşürlər. Baxan, heç xəbəri olmayan insan orada analiz eləmək imkanı olur ki, ermənilər görün nə törədiblər. Tək torpaq işğal olunmayıb, insanların tarixi silinir, abidələri silmək vasitəsilə, insanlar özləri məhv olur. Bu filmə bunlar baxdılar. Ondan sonra mən Xocalı barədə prezentasiya etdim, o da diskdə idi. Və mən onlara çıxış edərkən, onlar gördüm ki, çox qəhərlənirlər bu hadisələrdən. Mən onlara dedim ki, mən istəyirəm ki, mənim oğlum sizə bir çıxışı var. İstəyirəm onun dilindən də işləsə, çünki bunun kimi çox bir uşaqlar bu faciədə böyük bir zərbə alıblar. Adətən deyirlər ki, uşağın dilindən əsl həqiqət söylənilir. Çünki uşaq yalan danışmır da, gördüyün deyir. Oğlum çıxdı ora, həmən o köynəkdə, onlara müraciət etdi. O dedi ki, mən özüm Qarabağ əhlilinin oğluyam. Amma 3 yaşımdan mən atamı görməmişəm. Çünki onun atası Qarabağ əhlili olubdu, vuruşubdu və müharibədən aldığı zərbələrə görə, aldığı yaralardan sonra vətənin 3 yaşı olanda rəhmətə gedibdi. Ona görə bu danışdı ki, dedi ki, mən 3 yaşımdan atamı görməmişəm, atasız böyüyürəm. Bu da ona görədir ki, məhz bu Qarabağ probleminə görə, Qarabağ müharibəsinə görədir. Yəni, bu ermənilər başladığı, bunlar Azərbaycana yürütdükləri siyasətin nəticəsindədir. O dedi ki, mənim kimi minlərlə uşaqlar var Azərbaycanda, hansı ki, atasını görməyib, hansı ki, anası rəhmətə gedib, onu görməyib, hansı ki, iki valideynin də itiribdir. Yəni, hansı ki, valideynsiz
bir valideynsiz böyüyünür. Və o dedi ki, biz çox əziyyət çəkirik. Biz də istəyərdik ki, başqa uşaqlar üçün bizim də valideynimiz olsun, bizim də əlimizdən tutsun, bizlə oynasın və s. O bir uşaq kimi öz istəyin dedi və bir uşaq kimi aldığı zərbələrdən danışdı, yəni bu Qarabağ müharibəsinə görə. Və onlara dedi ki, mən sizə müraciət edirəm ki, bəs Xocalıya ədalət olaraq bu kampaniya imza atasınız və Xocalı uşaqlarından danışdı. Orada biz bilirik ki, 63 uşaq məhv olublar Xocalı faciəsində. Xocalı əslində soyqırımı idi bu, Xocalı soyqırımında. Və dedi ki, mən sizə müraciət edirəm ki, Xocalıya dəstək kampaniyasına imza atarsınız ki, bu dəstəklənsin və əsl həqiqət tanınsın. Amerikada tanınarsa, demək, bütün dünyada da tanınar bu. Belə bir müraciət edib, o çöndü, o arxasında internet adresi var. Amerika vətəndaşları çox həqiqət sevəndilər və uşağın dilindən deyərlərkən ona daha çox onlar qiymət verirlər. Mən müşahidə etdim ki, necə o zalda oturanlar, onlar yazırlar, yəni o adresi yazırlar. Axşam da yenə müşahidə etdik ki, nə qədər ora imza atıldı. Yəni, məsəl üçün elədiyim təbliğatın biri bu hadisə olubdur. O bir vacib elədiyim təbliğat olub ki, yəni mən onun buna özümə bir borc bilirəm. Hesab etmirəm ki, mən orada bir təbliğat aparım. Borc bilirəm, həqiqəti deyirəm. Demək, New Yorkda millətləri tədqiq edən bir assosiasiya var. Ora bütün dünyanın tədqiqatçıları üzvdülər. Yəni ki, hətta İndoneziyadan, Filipindən belə ora gəlirlər məruz etmək üçün. Orada da mən məruz etdim. Orada mənim məruzəm Şuşa şahidləri şahidlik edir. Yəni ki, bu haqda danışdım. Və demək olar ki, dırnaqarası mənim bəxtim gətirdi. Çünki həmən bu elə konferansda da indiki Qarabağ, Qondarma Qarabağ Respublikasının deyim, qurumumu deyim, onun Xarici İşlər üzrə konsulu var idi orada, Masis Mailyan. Bu da oradaydı. Mən çıxış etdim, sonra bu çıxış etdi. Mən Şuşa deyərkən mənim sözümü kəsirdi, deyirdi Şuşi. Sözsüz ki, o da çıxış edəndə mən ona deyirdim Şuşi yox, Şuşa. Belə bir mənzərədə mən çıxış etdim, sonra o çıxış etdim. Yəni mən orada prezentasiya etdim və birbaşa danışdım ki, Şuşa şahidləri nələri görüblər və onlar nələr danışırlar və əsl həqiqəti danışdım. O isə çıxıb tam başqa tərzə çıxış etdi. Məsəl üçün birini deyim sizə. O dedi ki, demək ilk dövrdə məcburi köçkünlər və qaçqınlar gələndə Bakıya ya Bərdiyə, Qarabağ ətrafı rayonlara, hara ki onlar pənah gətirdilər. O zaman güya ki Azərbaycanın imkanı olub ki, onları Bakıda, paytaxtda gözəl mənzillərdə yerləşdirsinlər. Və güya ki, o vaxtda Prezidenti Heydər Əliyev bunu etməyib ki, onları çadırlarda saxlayıb ki, bu bir reklama olsun, təbliğat olsun gələn xarici nümayəndələr üçün. Mən onu sözsüz ki, mən onu cavab verdim, mən onu tənqid etdim, dedim və auditoriya dedim ki, heç də belə olmayıbdı. Ona görə dedim, o dövrdə biz elə bütün keçmiş 15 Sovet Respublikası kimi biz də ən çətin maddi durumda yaşayırdıq. Və üstəlik də bu problem, Qarabağ problemi ki, bizim milyona yaxın həm Azərbaycandan, həm Ermənistandan bizim vətəndaşlarımız köçkün və qaçqın düşdülər. Dedim, bizim elə imkanımız olmayıb. O ki, deyirdi ki, neftdən gördüyü gəlirdi. Dedim, o da düzgün olmayıb. Ancaq biz bilirik ki, 20 sentyabr 94-cü ildə neft müqaviləsi bağlı, əsl müqaviləsi. Yəni, bu əsl o dediyi yalan idi. Mən bunların hamısını ifşa etdim. Bu çox vacib idi. Yəni, orada olan nümayəndələr bütün dünyadan gəlirlər. Əgər onlar orada həqiqəti eşidirsə, bilirsə, demək, özlərinlə qayıdıb öz ölkələrinə qaydanda o həqiqəti deyəcəklər. Yəni, bu çox vacibdir. Ona görə fikirləşirəm ki, yəni, hər bir vətəndaşın borcudur ki, Qarabağ müharibəsinin həllində öz töhfəsini versin və bu, onların apardığı o səhv təbliğata qarşı öz sözünü desin. Mən də əlimdən gələni bir tarixçi kimi bu işləri görmüşəm. Bir dənəsində deyim, əgər vaxt varsa, Tiflisdə də bir beynəlxalq konferansı keçirdi. Orada da yenə beynəlxalq konferans idi. İspaniyadan da var idi, Amerikadan da, başqa Avropa ölkələrindən də. Orada da, məsəl üçün, mənim məruzəm ondan ibarət idi. Dağlıq Qarabağda münaqişə və işğal. Bu barədə və yenə də mən kollektiv yaddaş barədə danışdım və insanların gözü ilə danışdım ki, bunlar nə görüblər, nə deyirlər və həlli nədə görürlər. Mən bunları danışanda erməni bir kollega, tarixçi
Oturdu mənə deyir ki, bu sizin öz fikirləşdiyiniz bir termində də Qarabağın işğalı. Əslində bu işğal deyil. Yəni görürsünüz ki, biz bilirik ki, bu işğaldır. 20% torpağımız bizim işğal olub. Ancaq kənardan gələn, İspaniyadan gələn alim bunu bilmir ki, amma onu eşidəndə onun erməni aliminin ağzından fikirləşir ki, demək bu əslində Pərvin Ahəngçinin fikirləşdiyi termindir, işğal deyil. Bilirsiniz? Yəni bu şeylərə əl atırlar. Mən orada cavab verdim ona, dedim bu mənim fikirləşdiyim termin deyil. İlk öncə bu Birləşmiş Millətlər Təşkilatının Qarabağ münaqişəsi və müharibəsi barədə demək çıxartdığı, elan etdiyi bəyanətlərə görədir. Verdiyi qiymətə görə bu işğaldır. Bütün dünya buna işğal qiyməti verir. İlk öncə bu. İkincisi dedim bu bütün bizim xalqımızın, bütün bizim prezidentimizin verdiyi qiymətdir və termindir. Sonra mənim terminimdir. Yəni bunu birinci dünya ictimaiyyəti bunu qiymətləndirir ki, bu işğaldır. Sonra alimlər qiymət verir və s. Yəni demək istəyirəm ki, bunlar belə bir məqamlara əl atırlar, çalışırlar ki, əks informasiya versinlər. Amma mənə elə gəlir ki, Pərvin xanım, dünyaya yetərincə çatdırmışıq Qarabağ həqiqətlərini. Onlar sadəcə inanırlar, qəbul etmək istəmirlər, mənə elə gəlir. Yəni bunun təbliğatı mənə elə gəlir güclü olub, dünyaya çatdırmışıq Qarabağ həqiqətlərini. Söz bilirsiniz, baxanda belə arxaya bu keçən illərə, elə indiki müasir zamanda da çox bir işlər görünüb. Təsəvvürün bizim nə qədər bizim səfirliklərimiz var dünyada. Bütün o səfirliklərin ən vacib olan birinci öncə problemi sözsüz ki, Qarabağ münaqişəsinin həllində atdığı sülhü addımlardır. Onların etdiyi tədbirlərdir. Bütün bu hadisələrlə bağlı Şuşanın işğalı, Xocalının, eləcə də başqa bir rayonların, itirdiyimiz rayonların bu işğalla bağlı orada hər zaman onlar tədbirlər keçirdirlər. Görüşlərdə, iştiraklarında, özləri məruzələrində bunu deyirlər. Bizim diaspora güclü işləyir, sözsüz. Ancaq mən demək istəyirəm ki, biz gec başladıq. Bu səbəbdən ola bilsin ki, biz yəni deməliyik ki, bu hal-hazırda informasiya müharibəsi gedir. Biz bu informasiya müharibəni əvvəlcə uduzduq, çünki biz gec başlamışıq. Amma onlar əvvəlcədən təbliğ ediblər. Ona görə onların verdiyi informasiya geniş yayılıbdır. Amma biz öz sözümüzü deyirik və edirik. Səfirliklər, diasporamız, sonra mən o qədər qürur duyuram. Amerikada USAN-dir ingilis dilində. Tərcümədə gedir Amerika-Azərbaycan şəbəkəsi. Ən güclü şəbəkədən biridir. Onu Adil Bağırov demək onun rəhbəridir. Çox böyük iş görürlər. Ən nüfuzlu demək təşkilatdan biridir. Bütün tədbirlər, məsəl üçün deyim sizə, Xocalı kampaniyası olan dövrdə, Xocalı soyqırımı günü, onlar Amerikada bütün o nəqliyyat avtobusları var, onların üstünə belə transparentlar yapışmaq imkanı elan etmək. Hətta sosial şəbəkələrdə var idi o görüntülər, dayanacaqlarda. Onu eləyirlər, dayanacaqlarda və böyük tədbirlər keçirilir. Ən güclü, ən nüfuzlu bizim şəbəkəmizdən biri, bax, bu USAN-dir. Bu çox vacibdir. Başqa da demək istəyirəm ki, yəni bizim sözsüz ki, prezidentimizin görüşləri olur. Xaricdə, burada deputatlarımızın, Avropa Şurasının deputatlarını, millətlərarası komissiya var Milli Məclisdə. Bunlar çox böyük işlər görürlər, yetərincə təbliğ olunur. Amma sual doğulur hər bir zaman. Hamı bunu deyir. Mən özüm də deyirəm, nə üçün münaqişə həll olunmur? Nə üçün 20% işğal torpaq qayıtmır? Nə üçün işğalçı bütün dünyada demir ki, işğalçıdır? Deyirlər, amma dediyimiz kimi o ikilik standartla yan keçirlər, örtürlər üstün. Ona görə ki, mən düşündüyüm kimi bu balaca Şuşa, bu balaca Qarabağ əslində balaca deyil. Bu münaqişə böyük bir qlobal bir problemdir. Bu böyük bir problemdir. Bu artıq qloballaşıbdır. Elə qloballaşıb ki, bu balaca bir Qarabağ münaqişəsinin bu vurulduğu bu düyün o qədər dərin vurulub ki, onu çalışırlar açmaq mümkün olmur. Ona görə ki, onu bir nəfər, bir ölkə, bir siyasətçi ona düyün vurmuyubdur. Düyün vurulurdu bir neçə ölkələrlə. Təsəvvür İranın burada marağı var, Amerika Birləşmiş Ştatlarının marağı var, Ermənistanın var, Fransiyanın var, Azərbaycanın marağı var, çünki bunun öz torpağıdır. Amma o qlobal playerlər deyirlər, qlobal oyunçular. Bu qlobal oyunçular oyunu elə qururlar, elə düzəldirlər ki, bunu həll etmək çox çətin olur. Azərbaycan da sözsüz ki, bir nüfuzlu dövlət olaraq, hal-hazırda biz bilirik ki, Cənubi Qafqazda ən güclü iqtisadi olan və sosial durumu olan bir ölkədir. Sözsüz ki, öz sözünü deyir və
atacaq addımlar da ata bilər. Amma elədir ki, iş ondadır ki, heç bir başçı istəmir ki, heç bir prezident istəmir ki, təzədən qan tökülsün, təzədən cavanlar getsinlər, müharibə atılsınlar. Çalışdığımız odur ki, yəni ki, sülhlə həll olunsun. Sülhlə həll olunarkən də bu məsələ uzanır və o zaman bizim sülhlə atılacağımız addımlarımız həll olar ki, həmən o qlobal oyunçular, onlar da bizi dəstək olsunlar. Onlar Ermənistanı dəstəkləməsin. Ən vacib də biz bilirik ki, Rusiyadır burada əsas maneə törədir. Əlbəttə, nəzərə alsaq ki, lobbizmlə böyük inkişaf elədiyi ölkələr Fransadır, Amerikadır və eyni zamanda Rusiyadır. Burada erməni lobbizmi daha çoxdur. Və bu baxımdan da əlbəttə ki, bu dövlətlər bizi o qədər də dəstəkləməyəcəklər. İstər Fransa olsun, istər Amerika olsun. Çünki orada özünüz də qeyd etdiniz ki, erməni lobbisi o qədər güclüdür ki, o qədər işləyiblər ki, biraz çətin məsələdir. Amma biz yenə də inanırıq ki, çox qısa bir vaxtda əlbəttə ki, Ali Baş Komandanımız, dövlət başçımız cənab İlham Əliyev bu istiqamətdə səylərini artırıb və hətta çox qısa müddətdə biz öz torpaqlarımızı sülh yolu ilə geri alacağıq və o halda ki, artıq görsək ki, iş yəqin ki, biraz çətinə düşüb, yəqin ki, müharibə yolu da olsa da biz bu torpaqları almağa qadirik. Əslində Azərbaycanda Azərbaycan ordusu çox güclü ordudur. Regionda çox güclüdür artıq. Düzdür. Artıq mən deyərdim Azərbaycan həm iqtisadi cəhətdən, həm ordu baxımından çox inkişaf etmiş, öz sözünü demiş bir ölkədir. Və bu baxımdan artıq mənə elə gəlir ki, mənə elə gəlmir, həqiqətən də belədir ki, Azərbaycan artıq hesablaşırlar. Bu bəzi mövzularda artıq Azərbaycanla hesablaşırlar və həqiqətən də hiss edirlər ki, Azərbaycan o qədər güclü dövlətdir ki, əgər biz müharibəni başlasaq, bu döyüşü biz bu dəfə qalib gələcəyik və nəinki öz torpağımıza, hətta lazım gəlsə də gedib lap Ermənistanın tam ortasına qədər də çatacağıq. Mən buna əminəm və inşallah ki, bizim dövlət başçımız cənab İlham Əliyevin bax bu uğurlu siyasətini biz də dəstəkləyirik və onun ardınca bir xətt boyunca biz də gedirik və arzuyuruq ki, torpaqlarımız yenə də qeyd edim ki, müharibə yolu deyil, daha çox sülh yolu ilə azad olunsun və inşallah ki, biz də o torpaqları gedib görək. Baxmayaq, biz görməmişdik, biz uşaq idik, amma istəyərdik ki, biz də o torpaqları görək. Mən sizə dərin təşəkkürümü bildirirəm. Sizə. Mən bir cümlə demək istəyirdim ki, yəni biz həm də qələbə çalmalıyıq ona görə ki, hər zaman ədalət qalib gəlir həyatda. Əlbəttə. Ədalət qalib gəlməlidir. Ona görə qələbə bizim olmalıdır. Əlbəttə, Fərux xanım, sizə mən can sağlığı arzuluyuram. Çox maraqlı bir söhbətimiz alındı. Qəribə bir hisslər keçirdik. Nostaljiya, biraz da o vaxtları xatırladıq. Mən sizə ancaq can sağlığı arzulaya bilərəm ki, siz bax bu tədqiqatlarınızı biraz da genişləndirəsiniz və həqiqətləri dünyaya, doğru həqiqətləri dünyaya çatdırasınız. Yəni, ümumiyyətlə, bizim ədalətli olduğumuzu bir çox dövlətlər bilməlidir. Necə ki, bir çoxları bilir, amma gizlədirlər, sanki özlərini bilməməzliyə vururlar. Amma gec-tez artıq onlar da anlayacaqlar ki, artıq iş işdən keçib, artıq torpaqlar geri qayıtmalıdır. Və bu işdə sizli-bizli də biz çalışmalıyıq, bir yumruq olub eyni nöqtəyə vurmalıyıq. Və bu işdə mən bir-birimizə dəstək olmağı arzuluyuram. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm dəvət elədiyiniz üçün. Çox sevindim ki, mən fikirlərimi bölüşə bildim. Sizlə beləcə də geniş tamaşa auditoriyamızda. Çox sağ olun, təşəkkür edirik. Minnətdarıq ki, bizim dəvətimizi qəbul etdiniz. Əziz tamaşaçılar, biz artıq bizə ayrılan efir vaxtı burada bitir. Biz artıq proqramımızda yekunlaşdırmalıyıq. Eyni zamanda qonağımızla da ağıl yerimiz olan Qarabağ həqiqətləri haqqındaydı. Bax, belə iqrar. Qonağımız da tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi idi. Bir daha təşəkkür edib biz artıq proqramımızı Pərvin xanım yekunlaşdırırıq. Bir daha təşəkkürlər həm bizim tamaşaçılarımıza, həm də elə Pərvin xanıma. Görüşmək ümidi ilə deyirəm. Sağ olun. Bax, belə arzularımızın için olması ümidi ilə Allah amanında sabah yenidən görüşmək ümidi ilə.